Daş yarpızının qoxusu beyni açır, nəfəsi genişləndirir və beyin yorğunluğunu anında azaldır. 1-2 dəfə qoxlamaq belə insana sanki oksigen partlayışı verir. Xüsusilə baş ağrısı, stres, halsızlıq yaşayanlar üçün dərhal təsir göstərən ən güclü təbii vasitələrdən biridir. Soyuq dəyməni qovur, boğazı sakitləşdirir, öskürəyi yumşaldır. Hətta qədim təbiblər bunu mikrobları öldürən gizli silah adlandırırdı. Çünki daş yarpızının antibakteriyal gücü inanılmaz dərəcədə yüksəkdir. Qan dövranını sürətləndirir, ürəyi rahatladır, mədəni sakitləşdirir. Xüsusilə yeməkdən sonra bir stəkan daş yarpızı çayı bədəni yüngülləşdirir və şişkinliyi yox edir. Amma ən maraqlısı, bu bitki həm sakitləşdirir, həm də enerji verir. Yəni eyni anda həm əsəbi sakitləşdirir, həm də bədəni gücləndirir. Daha çox məlumatlar üçün abunə olaraq kanala keçid edə bilərsiniz.